Ədviyyatlar: 3 yumurta, 1 stəkan pesok, 2 stəkan yağ, 2 yemək qaşığı kakao, 1 paket vanil, 1 paket qabartma, 1 stəkan un, sosu üçün 1 stəkan süd, 1 stəkan pesok, yarım stəkan yağ, 1 xörək qaşığı kakao. Salam aleykum millət. Bu günləri Əlifba bayramı üçün bişirdiyim yaş keksin tarifini paylaşacağım. İlk öncə 3 yumurta əlavə edirik. Sonra 1 stəkan pesok əlavə etdikdən sonra köpürənə qədər mikserlə çırpırıq. Mikserin firmasından asılı olaraq çırpma vaxtı dəyişiklik göstərə bilər. Əslində əmim gəlini 5-10 dəqiqəlik tavada bişən yaş keks tarifi hazırlamağımı tövsiyə etdi. Amma mənim üçün sevdiklərimə yarım saat vaxt ayırıb bir şeylər hazırlamağım problem deyil deyə mən orijinal formada hazırlamağı istədim. Həm digər formada yoxlamamışam deyə risk etmədim. Biz dədə-baba üsulu ilə davam edək ən yaxşısı. Burada xəmirin axışqanlığını göstərirəm. Keksi göstərəcəm deyə dağıdıram. Özümdən başqa hər kəsə xeyrim dəyir. Birinə kömək lazım olsa elə işləyirəm. Elə bil Spiderman, Superman zadam. Özümə gələndə əl bir yandan, ayaq bir yandan. Hələ dilimin dolaşmağını demirəm. Nə isə. 2 stəkan duru yağ əlavə edirik. Amma təxmini 1-2 barmaq az vururam. Çünki sosu üçün də yağ əlavə edəcəyik. Çox olanda ürək bulandırıcı ola bilir. Bu da ikinci stəkanımız. Əlimdən gəldiyi qədər sirkələyir. Sonra qabın kənarına sıyırıram. Çünki indiki dövrdə hər şey baxlaşıb. Heç nəyə pul çatdırmaq olmur. 1 stəkan süd əlavə edib onu da qabın kənarına sıyırıram. Bu kakaonu ilk dəfə işlədirəm. 2 dənə yaş keks bişirəndən sonra əlavədə qaldı. Digər paçkalıqlarla bişirəndə 2 paket kakao gedir. Amma bunda 2 dənə bişirəndən sonra da əlavə qaldı hələ. Bərəkətli çıxdı. Vanilimizi əlavə edirik. Bunu da axıracan açırıq. Bir dənə toz dənəciyi belə qalmasın. Qabartma tozu. Burada göstərməyə çalışıram. Burada bir dənə toz dənəciyi qalmasın deyə açmağa çalışıram. Amma bilmirəm bu qədər niyəlləşmişəm. Burada da bir dənə də toz dənəciyi saxlamadıqdan sonra 1 stəkan un əlavə edirik. Bu taktikanı internetdə görmüşdüm. Çox pratikdir. Sizə də tövsiyə edirəm. Birinci mikserlə əlimizlə qarışdırırıq. Kakaoları və toz dənəcikləri, unlar üstümüzə gəlməsin deyə. Sonra birinci dərəcədə açırıq. Sonra maksimum dərəcəyə alıb qarışdırmağa başlayırıq. Minimum dərəcədə üstümüz batmış olur. Burada sizlər üçün axışqanlığını çəkmişəm. Mənim sobam köhnə stilli sobalardandır. Elektron və s. deyil. Alt üst qoyuram. 180 dərəcədə qoyacam. İç hissəsi də yaxşı bişsin deyə. 60 dəqiqəyə qoyuram. Tavanın isinməsi ilə birlikdə. Siz də öz sobanıza uyğun olaraq uyğunlaşdıra bilərsiniz. Sinmiş tavanı qoyub üstünə duru yağ tökürəm. Əslində yağlı kağızla bişirirdim, amma indi yağlı kağızım yoxdur deyə tavanı yağlayıb edəcəm. Əlbəttə ki, 2 formada da bişirmək mümkündür. Bir restə qarışdırıb keksimizi tavaya əlavə edirəm. Videoya başlayarkən ximarım tərtəmiz idi, indi isə yağ içindədir. Gözəlcə təmizləyirəm. 3 dəfə vururam. Hava qabarcıqları getsin deyə. Amma deyəsən mən biraz artıq vurmuşam. Nəysə ev yoxdur. Keksimizi sobaya əlavə edirəm. Evi yandırmasam yaxşıdır. Şükür həll etdik. İndi isə sosu etməyə keçirik. Tavaya 1 stəkan süd, 1 stəkan pesok, 1 qaşıq kakao, yarım stəkan yağ əlavə etdikdən sonra qarışdırmağa başlayırıq. Top-top olmasın deyə.
Əslində tabanın altını yandırmadan birinci ədviyyatları əlavə edib qarışdırdıqdan sonra oda qoyuram. Amma burada tələsirəm deyənə belə etdim. Görürsünüz, birinci altını yandırdım deyə altına biraz yapışdı, amma eybi yoxdur. Qarışdıraraq həll edirik. Qarışdıra-qarışdıra bu hala gəlir, bu formanı alır. Bu arada keksimiz də bişdi. Bişib-bişməməyin kibrit və yaxud diş çöpü ilə yoxlaya bilərsiniz. Mən diş çöpü ilə yoxladım. Çəngəllə hər tərəfli deşik açırıq. Sosun hər tərəfə yayılması üçün. Bir də bu tərəfdən qətl eləyirik, sözün əsl mənasında. Sosumuzu da bir rez qarışdırdıqdan sonra keksin üstünə əlavə edirik. Bu arada keksin sunum videosunu çəkməyi unutmuşam. Əlifba bayramında da qarşılığı oldu. Çəkə bilməmişəm, qalıb. Amma dadına şübhəniz olmasın, çox gözəl idi. Hər kəsin də çox xoşuna gəldi. İnşallah sizlər də evdə hazırlayıb dadına baxarsınız. İndidən nuş olsun. Baxdığınız üçün təşəkkürlər. Abunə olmağı, bəyənməyi və bildirməyi unutmayın. Sağ olun.